Balakən rayonunda həyətyanı ev satışa çıxarılır. Ev çay kənarında yerləşir. Çay səviyyəsindən təxminən bir 15 metr hündürlükdə yerləşir. Satışa çıxarılan ev. İçərisində bir neçə toman fındıq ağaçları var verən meyvə ağaçları. 7 sotdan çox həyətyanı torpağı var. Qubçada 7 sot qeyd olunmuşdur. Həyətinə aid ayaq yolusu, toyuqdamı, ehtiyat su kəni. Girişində belə bir iri geniş qonaq otağı. Pəncərələr plastik aynadır. Evin iki tərəfli girişi çıxışı var. Ön tərəfdən girişi, yan tərəfdən yenə girişi qeyd etdiyim kimi evin iki tərəfli giriş çıxış qapıları qoyulmuşdur. İnterneti işteki haldadır. Qazı, işığı, suyu hamısı işteki haldadır. Girəcəkdə sağ tərəfdə belə bir yataq otağıdır. Yenə ikinci yataq otağı. Üçüncü yataq otağı. Mətbəx hissəsi. Hamamıdır. Üç yataq otağı. Qonaq otağı. İki tərəfdə giriş çıxışı var evin. Mətbəx hissəsi. Ön tərəfdə gördüyünüz kimi çaydır. Tam çay kənarında yerləşir. Həyətində belə bir navesti var. Qeyd etdiyim kimi tam çayın kənarında yerləşir. Qiyməti videonun altında qeyd olunacaqdır.